Bəşəriyyətin xilaskarı İmam Zaman Əlcəlallah Fərəcəhun Şərifin Mövlud günü dünyanın bir çox yerlərində böyük izdihamla qeyd olunur. Bu bayram şənliklərindən biri də Rusiyanın paytaxtı Moskva şəhərində təşkil olundu. Bayram şənliyinə İran İslam Respublikasında tanınmış əxlaq ustadı Ağay Furuği təşrif buyurmuşdur. İmam Zaman Əlcəlallah Fərəcəhun Şərifin Mövluduna həsr olunmuş tədbir Moskvanın Namanqan restoranında keçirildi. Məclis müqəddəs Quran-ı Kərimin tilavəti ilə başladı. Quran tilavətindən sonra Moskva Əhl-i-Beyt Cəmiyyətinin sədri Nizami Baloğlanov çıxış etdi. Dünya müsəlmanlarını bu müqəddəs bayram münasibəti ilə təbrik edən Hacı Nizami məclisə təşrif buyurmuş möminlərə öz dərin təşəkkürünü bildirdi. O, qeyd etdi ki, Rusiyada yaşayan Əhl-i-Beyt aşiqləri illərlə uzun Moskvada təşkil olunan mövlud məclislərində sədaqətlə iştirak edirlər. Hacı Nizami, İmam Zaman əleyhissalamın zuhurunun gerçəkləşdiyi günə qədər müsəlmanları süst oturmamağa səslədi. Məzhəbindən asılı olmayaraq bütün Mühəmməd ümməti İmam Məhdi əleyhissalamın gəlişinə hazırlaşmalıdır. Daha sonra məclisə qonaq buyurmuş dünya müsəlmanlarının rəhbəri Ayətullah Seyid Əli Xameneyinin ali qərargahının məsulu cənab Muhammed Rizayı çıxış etdi. O, məclis iştirakçılarını mövlüd münasibəti ilə təbrik etdikdən sonra ali rəhbərin salamlarını Rusiya müsəlmanlarına çatdırdı. Sonra isə söz İran İslam Respublikasının Ərdəbil şəhərindən qonaq gəlmiş, tanınmış əxlaq ustadı Ağay Furuğiyə verildi. Möminlərə moizə söyləyərkən Ağay Furuği, İmam Xomeyni Rizvanullah əleyhin buyurduğu zuhuru gözləməklə insan qüdrət tapar kəlməsini məclisə ərmağan etdi. Ağay Furuği bu ağır günlərdə müsəlmanların ayıq-sayıq olaraq düzgün səmtdə irəliləməsinin vacib olduğunu söylədi. Lən yəxrucəl məhdi hətta yusmə min şiraki nəqlihi əsrar-ı tövhid. Gəlməz dünyaya. O vaxt ki gələr dünyaya hər kəsdə o qabiliyyət olmaz İmam Zamanın başmağını cüddəyə bilər. Başmağını cüddəyə bilər. İslam alimlərinin çıxışından sonra Mövlud məclisi ruha qida verən şeir və ilahi musiqilər ilə davam etdi. Nimi Şaban viladəti İmam Zaman əleyhissalam böyük bir gündür tarixi bəşəriyyətdə. Yəni bütün bir qişri xas üçündür, bəşəriyyət üçündür. Hərçənd bəşərin xəbəri yoxdur və Allah lütf eləyib ki, şiyələrin adına səbt olubdur. Amma həqiqətdə viladəti İmam Zaman bəşəriyyətin saadəti üçündür. Külli aləmi bəşəriyyət üçün mən bu günü təbrik ərz eləyəm ümumi Şiyan Əmirül Müminin Əli ibn Əbi Talib əleyhissalama. Həqiqət odur ki, biz bəsir olaq. Allah Quranda Peyğəmbərə buyurur, qul hazihi bəsiri, hazihi səbili ədu ilallah əla bəsirətin ənə və minət təbəni. Həzrət buyurur ki, mənim bunun yolum budur. Bəsirətlə Allaha dəvət eləyəm və mənim ümmətim də bəsir də Allaha dəvət eləyir. Görək, biz gözlərimizi açaq, görək ki, elə bu vaqiyyət-hay aləmə baxaq, görək, hansı qişt küfrə vabəstədir, hansı qişt küfrdən dəsturu alır. İslam dini rəfətdir, məhəbbətdir, ülfətdir. Bir iddə cahil insanlar ki, İslamdan xəbəri yoxdur, həqiqət aləmində böyüklərin zərbəni və İslama vurub İslami aləmdə pis görsədiklər, bəli, özgə insanlara, alahi məkatibə, alahi dinlərə və məzahibə ta İslamın o qabağa getməyinin qabağın alalar. İnşallah, ümidvarəm inşallah, umum müsəlmanlar oyanalar və bu həqiqətə təvəccüh edirlər və Əhl-i Beyt bizim ilə umum müsəlmanların vəzifəsi də Əhl-i Beytə məhəbbət yetirir və Əhl-i Beytə izharı iradət edirlər. Və hər hal şiyə gərək bu zamanda onlar da şiyədə bəsir olarlar, şərait-i zamanı yaxçı fəhm eləyələr, yaxçı mərifət tapalar şərait-i zamana ta düşmənin o küfrün qabağında vahid olağın, vəhdətimiz olsun inşallah bu yolda və biləyin ki, məsələn, məqam müəzzəm rəhbəriyiz. Bəli, o ki, sahibi vilayətimiz, bizim izzətimiz bu zamanda ondan təbəyyət eləməkdir. Bəli, əldən verməyəyin və hər dünyanın hər quşasında olsuq,
məqam müəzzəm rəhbərin sözünə qulaq asağın bizi o vəsilə-i nicatdır inşallah. Allah bu günü ümum müsəlmanlara mübarək eləsin, İmam-ı Zamanın zuhurunda Allah təcil eləsin və bizi İmam-ı Zamanın o istədiyi xulləs dostlarından və əsgərlərindən inşallah qərar versin. Hər birimizə təbrik edirəm. İçi müsəlman, şiə, sünni, bütün əhl-i beyt sevərlərimizi təbrik edirəm. Bu gündən, bu Şaban ayının 15-dən İmam Zaman ağanın mövludundan gün o gün olsun ki, Allah o günü nəsib eləsin hər bir kəsə, onun zuhurunla gözlərimizi nurlandırsın. Gözlərimizin yaşı axsın ağamızın gəlişindən. Bizə böhtandır desüz cənnətə aşiq olmuşuq. Yadı dünyada fəla şöhrətə aşiq olmuşuq. Biz xanım Fatimənin Yusifinə müntəzirik. Göylərə işıq salan surətə aşiq olmuşuq. Ağamın eşqi düşüb qan kimi damarda gəzir. Belə mövlada olan qeyrətə aşiq olmuşuq. Teşnə qallıq, içmərik bicanələrin şərbətini. Bizə zəhra gətirən şərbətə aşiq olmuşuq. Xəyal müəzzin, Səhər Beynəlxalq Televiziyası, Moskva.